36-cı suala baxaq. Üfüqi səth üzərində sükunətdə olan, baxın sükunət sözü verildi, bu para oldu. Verilmiş kütləli cisim F qüvvəsinin təsiri ilə hərəkət etdirilir. Cismin təcilinin F qüvvəsinin qiymətindən asılılıq qrafikinə əsasən onun kütləsini hesablayın. Mən bu qüvvəni proyeksiya edəcəm. Gördüyünüz kimi bu x ox üzrə proyeksiyadır, bu isə y ox üzrə proyeksiyadır. Bucağa bitişik tərəf həmişə kosinüsdə olur. Alfaya bitişik olan gördüyümüz kimi fx-dir. Və fx-də necə tapacağım? F vuraq kosinüs alfa ilə. Fy isə f vurulsun sinüs alfa ilə tapacağıq. Artıq burada şagirdlər götürürlər, neynirlər? Kütləni tapmaq istəyəndə f var, a var, bir-birinə bölürlər, tapırlar. Olmaz. Niyə? Çünki biz burada fx ilə işləməliyik. Çünki sürət istiqamətində yönələn, bax, qüvvənin x ox üzrə proyeksiyasıdır. Ona görə siz fx-i bərabər götürməlisiniz. M vurulsun a-ya. Buradan kütləni tapanda olacaq fx bölək a. Fx-imizdə f vuraq kosinüs alfa idi. Bölünsün anda yazırıq. Gəlin indi yerinə qoyaq. Baxın, f 50-dir. 50 vurulsun kosinüs alfamız 0.8 verilib. 50 vuraq 0.8 bölək a-nın qiyməti də qrafikdə verilib 2. 0.8 və 2-ni aparıram ixtisar. Məxrəcdə qalır 1, sürətdə qaldı 0.4. 50 vurulsun 0.4. Baxın, 0-ın sayı qədər vergül sağa sürüşür. 5 vurulsun 4 bizə verəcək 20. Cavab olacaq B bəndi.